Sağlamlığa doğru qaç adlı layihə Lənkəran rayonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Atletika Federasiyası və Zəfər Qaçış Klubunun birgə təşkilatçılığı ilə uğurla keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə səhiyyə işçiləri arasında sağlamlığa doğru qaç adlı qaçış yarışının məqsədi tibb işçilərinin fiziki sağlamlığının təşviq edilməsi, asudə vaxtının səmərəli təşkili və həmkarlar arasında birliyi gücləndirmək, həm idman etmək, həm də yeni dostlar qazanmaqdır. Layihədə tibb müəssisələrində işləyən və təhsil alan səhiyyə işçiləri və tələbələr iştirak edir. Xatırladaq ki, yarışın startı 23 mart Hacıqabul rayonu, başlama vaxtı 10:00-da verilib. İştirakçıların Gəncə, Qusar, Şamaxı rayonları, Naxçıvan, Bakı və Xankəndi şəhərlərində də qaçışı planlaşdırılıb.